Uşaqlar, indi isə 3-cü başlığımıza baxırıq, tutum müqaviməti. Deməli, yenə yada salaq, biz birinci generator haqqında danışdıq, sonra aktiv müqavimət haqqında danışdıq, indi isə tutum müqaviməti. Təbii ki, tutum deyəndə ağlımıza nə gəlməlidir? S. S harda olurdu? Kondensatorun tutumu. Yəni, kondensator qoşulmuş dövrədən artıq biz danışırıq. Yenə də dövrəmizə kondensatorumuz qoşulub, ampermetrimizi qoşmuşuq, istəsək dediyim kimi voltmetri də qoşa bilərik, heç problem yoxdur. U-muz da bərabərdir U maksimal kosinus omega t. Uşaqlar, burada nəyə nəzər yetirmək lazımdır? Biz təbii ki, kondensatorlar mövzusunu keçəndə, elektrik tutum mövzusunu keçəndə biz bilirik ki, tutum hansı düsturla bağlıdır? Q bərabərdir SU. Yaxşı, burada S-miz olduğu kimi qalacaq. U-nun yerinə U maksimal kosinus omega t yazırıq. Uşaqlar, təbii ki, biz burada cəryan şiddətini tapmalıyıq. Cəryan şiddətini tapmaq, çünki biz U və I-nin arasındakı əlaqələrə baxırıq da, onun üçün cəryan şiddətini bilmək lazım. Necə ki, keçən dərsdə də cəryan şiddətinin U arasındakı məsafəyə baxdıq, aktiv müqavimətdə dedik, onlar arasında fazalar fərqi yoxdur, qrafikləri eyni cür olur. İndi burada da bilməliyik ki, I ilə U arasındakı məsələ nə yerdədir. Onda belə eləyirik. Uşaqlar, i-ni tapanda nə etmək lazımdır? I-miz nəyə bərabərdir? I bərabərdir Q-dən törəmə almaq lazımdır. Q ştrixə. Yaxşı. Q-mizin ifadəsi SU maksimal kosinus omega t-dir. Gəl bundan törəmə alaq. Törəmə alanda biz bilirik ki, kosinusun törəməsi bizə nəyi verəcək? Artıq sinusu vermiş olacaq. Amma hansı sinus? Mənfi sinus. Mənfimizi qarşıya aldıq. S, U maksimalımız olduğu kimi qalır. Biz bilirik buradakı omega neyir? Gəlir qarşıya vurulur. Onda ifadəmiz olur sinus omega t. Bu şəkildə yazırıq. Uşaqlar, onda sinus üçün əgər biz daha doğrusu cəryan şiddəti üçün ümumi ifadə çıxarsaq, I bərabərdir I maksimal mənfisindən sinus omega t yaza bilərik. Yaxşı uşaqlar, biz burada yazdıq ki, I maksimal sinus omega t. Yaxşı, bu I maksimal rolunu burada nə oynayır? Fikir verin, sinus omega t burada yerindədir. Onda bu I maksimal nəyə bərabərdir? Həmin bu I maksimal bərabərdir SU maksimal vurulsun omegaya. Onda aşağıda yazaram I maksimalımız bərabərdir S omeganı gətirək bunun yanına. Omega S U maksimal. Bu şəkildə. Uşaqlar, burada maraqlı bir çıxarış əldə edəcəyik. Biz ohm qanununda keçmişik ki, I bərabərdir U bölünsün R. Yaxşı, buradakı R rolunu nə oynayır? Burada R rolunu oynayır nə? 1 bölünsün omega S. Bu da bizim, artıq burada buna R demirik, buna deyirik tutum müqaviməti. Tutum müqavimətimiz X ilə işarə olunur. Daha sonra uşaqlar, X-nin özünə məxsus düsturlarını yazmaq istəsəm, X-C bərabərdir. Dedim 1 bölünsün omega S-yə bərabərdir. 1 bölünsün omega S-dirsə, omeganın yerinə 2 pi bölünsün T yaza bilərəm. 2 pi'miz burada qalar, T yuxarı qalxar, S-niyə də vurarıq. Və yaxud da omeganın yerinə 2 pi nü yazaram. 2 pi nü vurulsun S, yuxarıda da birimiz var. Bax, bu bizim X-nin, yəni tutum müqavimətinin düsturlarıdır. Uşaqlar, tutum müqaviməti ilə bağlı danışmışkən, sizə o tutum müqavimətinin vahidini də deyək. Tutum müqavimətinin vahidi, ümumiyyətlə, yadda saxlayın, ən böyük yanlışlardan biri budur ki, bu qəbullarda da düşür. Tutum müqavimətinin vahidini sən müqavimət tutum düşünüb, daha doğrusu tutum olduğunu düşünüb, gedib orada farad yaza bilməzsən. Qətiyyən olmaz. Uşaqlar, bu müqavimətdir. Biz bilirik ki, müqavimətin vahidi hər zaman ohmdur. İndi ohmun açılışını istəsə bizdən, onda nə yazarıq? Biz dedik ki, tutum müqavimətinin üstündədir 1 bölünsün omega S. Düzdür? Omega burada nədir? Dairəvi tezlikdir. Ona görə onun yerinə hertz yazacağım. Və S nədir? Bizim tutumumuzdur. Təbii ki, indi tutumun yerinə farad yaza bilərəm. Yuxarıda da birimiz olduğu kimi qaldı. Bu düsturdan çıxdı bu. Davam eləsək, hertz nəyə bərabərdir? 1 bölünsün saniyəyə. Onda saniyə yuxarı qalxacaq. Vahidimiz saniyə bölünsün farad şəklində olacaq. Bunu mütləq şəkildə diqqətdə saxlamaq lazımdır, yadda saxlamaq lazımdır, vacibdir. Uşaqlar, yaxşı, bəs qrafiklərimiz hansı formada olacaq?
Fikir verirsiniz uşaqlar. Mən gərginlikdən, gərginliyimdə kosinus sayfam var idi. Amma cərəyan şiddətini tapanda sinus oldu. Həm də mənfisindən oldu. Deməli, mən nə etməliyəm? Bax, bir dənə şey yadda saxlayaq. Tutumdan danışıramsa, bax, tutum müqavimətindən danışıram da. Tutum müqavimətini biz harda keçmişik? Ümumiyyətlə, tutum sözünü harda keçmişik? Ən birinci tutum harda olub? Kondensatorlar mövzusunda. Təbii ki, tutumdan danışırıqsa, kondensatorda cərəyan şiddəti yox idi ki. Kondensatorda nə var idi? S var idi, U var idi. Yəni, burada kondensatora aid olan əsas kəmiyyətimiz bizim elə U-muzdur. Bax, bu U-dur. Ona görə ən birinci U-nun qrafikini çəkəcəm. Daha sonra cərəyan şiddətinin qrafikini U-dan sonra. Uşaqlar, indi isə qrafiki çəkək. Biz dedik ki, U-muz nə idi? Kosinusdan başlamışdı. Kosinusdan başlamışdısa bu formada bir qrafik çəkərəm. Bəs i necə olacaq? I ondan sonra gəlir. Ona görə də mən bu qrafiki pi bölünsün 2 qədər sürüşdürsəm əgər bu şəkildə. Onda i'mizin qrafiki də eyni ilə bu formada olacaq. Baxın uşaqlar, bir dəqiqə. Bax, bu şəkildə olacaq. Uşaqlar, biz necə deyirik? Həmişə ikinci gələn qrafik qabaqdadır artıq. Bax, sanki bu koordinat oxudur. Bu sıfırdan başlayır, bu tərəfə doğru arta gedir. Düzdür, koordinat oxu kimi düşünək, bunu fərz edək. Əlbəttə ki, birinci olan buradadır qrafik, ikinci olan hardadır? Buradadır. Düzdür, bu 1-dir, bu 2-dir. Təbii ki, qabaqda olan nədir? İkincidir. Yəni, qabaqlamaq əslində ikinciyə aiddir. Yəni, səhv düşünməyin ki, qabaqlayır, yəni əvvəldədir. Xeyr, elə bir şey yoxdur. Yəni, qabaqlamaq sadəcə qabağa gedən qrafikdən danışırıq. Burada qabaqlayan, yəni ikinci qrafikimizdir, həmişə qabaqda olan. Deməli, biz deyirik ki, tutum müqavimətində cərəyan şiddətinin rəqsləri gərginliyin rəqslərini pi bölünsün 2 dəfə neyniyir? Qabaqlayır. Sadəcə olaraq bir dənə bunu yadda saxlamaq lazımdır. Tutum müqavimətində birinci gərginliyi gəlir. Çünki biz tutum deyiriksə, SU axlımıza gəlir. Birinci gərginliyin qrafikini çəkəcək. Ondan sonra pi bölünsün 2 dəfə sürüşdürdükdə cərəyan şiddətinin qrafikini almış olacaq. Ona görə də biz deyirik ki, tutum müqaviməti mövzusunda cərəyan şiddətinin rəqsləri, gərginliyin rəqslərini pi bölünsün 2 dəfə neyniyir? Qabaqlamış olur. Uşaqlar, bir dənə də önəmli bir nüansımız var ki, biz burada aktiv müqavimətdən fikir versəz danışmadıq. Məsələn, keçən mövzumuz dəyişən cərəyan dövrəsinin aktiv müqavimət idi. Orada aktiv müqavimətdən danışdıq, yəni aktiv müqavimətimiz evdir. Orada artıq nə oldu? Bizim Q'müz P-dən Q'dən danışdıq, istilik miqdarı ayrıldı və müəyyən bir güc sərf olundu. Amma bu mövzuda aktiv müqavimət olmadığına görə dövrədə heç bir istilik ayrılmayacaq. Önəmli olan budur. İstilik ayrılmır, Q yoxdur. Aktiv gücümüz isə sıfıra bərabər olur. Yəni aktiv güc P-ni sorsa bizdən burada sıfırdır. Bu sual sınavda düşüb. Keçən ilki sınavlardan birində düşmüşdü. Ona görə də qəbulda düşmə ehtimalı olduğuna görə bu mövzu haqqında, daha doğrusu bu məsələ haqqında diqqətli olmağınızı tövsiyə edirəm.